Değerli izleyicilerim, bugün size Zabrat Məştağı yolunda Məhəmməd Yorova çatmamış. Çok qəşəng yeri bəzilərim. Ümumi 3 sot torpağın içində yerləşən 3 otaqlı bir gözəl mənzil sizə təqdim edirəm. Bəzilərim ev yerdən deyil, girəndə görəsiniz. İstəyirsiniz icazə verin, ətraflı bir izah edək. Görün Məlikə xanım, kanalı sizi izah edin. 2 sot yarımdan artıq torpaq sahəsinin içərisində sənədi sərəncamdır. Qubçaya birbaşa gedən sənədidir. Çəkilişə həyətindən başladıq. Bir dediyi kimi, ev küçsüz görsəniz, küçsüz deyil. Bu qabaq hissə artırılır. Qışda yəni ayaqqabılarınızı bağlı hissədə soyuna bilərsiniz. Arkasını öncə göstərək, həyətdən sonra keçərik. Həyətində sağda yaşıllıq üçün yer nəzərdə tutulub, kladovkası var. Üstündə də 1 tonluq ehtiyat su çəli var. Burada yenə gördüyünüz kimi yaşıllıq üçün sahə saxlanılıb, meyvə ağacı da var. Toyuqçucu saxlamaq üçün hüm də var. Görünür bizim kimi heyvan şeylər deyilir əslində. Həyətdə tamir döşənib, gördüyünüz maşın rahat şəkildə həyətə girə bilir. Bütün kommunal sistemləri var. Hamısının sayğacı qoyulur. Bu ərazidə kommunallarda heç birində, qazda, suda, işıqda heç birində fasilə olmur, şükür Allaha. Magistral yolda yaxın məsafədədir. Keçək evin içərisini göstərəcəyik. Tam təmirli 3 otaqlı həyət evi. Var dediyimiz kimi, görürsünüz, ev kürsülüdür. Sadəcə qabağı artırılıbdır. Bu hissə olduğumuz hissə artırılıbdır. İstipolu yer, sanitar qovşağı sanuzu ilə ayrı-ayrılıqdadır. Çox vaxt yazırlar, niyə bir yer deyirlər, balaca eləyirlər. Bu sanuzeli, sanitar qovşağı. Hər ikisinin aksesuarı var, evdə yaşayış var. Maqalı şkafı göstər. Hemen çəkim, sən buradan göstər. Komisi görsünüz. Burada yerləşir. Təbii ki, satışdan sonra da qalacaq. Bəli. Evin istilik sistemi kombidir. Komisi radiator var. Amma bu pəncərə gördüyünüz evin kiçik otağın pəncərəsidir. İçəridən ətrafı göstərəcək. O da kladovkadır, şkaf. Göstərdim. Evin geniş giriş hissəsi tam təmirli 3 otaqlı həyət evidir. Sağdan mətbəxidir. Qaz, aspirator, moyka, satışdan sonra da qalacaq. Bir də qapının üstündə kondisioner var. Bax, o ev yastığı ki, onu da saxlayacağım, götürməyəcəm. Ən kiçik yataq otağımız. Geniş qonaq otağı. Görürsünüz də, yəni çoxlarının tikilisidir. Şəxsi özünə tikilidir, yəni makler evi deyil. Əslində makler evlərlə nə olur? Makler evi dəqiqə bizdən yaxşı tikirlər. Bu da növbəti yataq otağı. Bütün otaqların da pəncərəsi öz həyətinə baxır, demək olar ki. Arxadakı arxasına, burada da hamısı öz həyətinə baxır. Bilezlərim, start qiymət 75.000-dir. Real müştəriyə, məhz bizim səhifədən gələn müştərilərimiz üçün xüsusi indirim olacaq. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirik.